Büyük dövlətlərin arxasında masonlar olur. Və həmən prezidentlər ki, Trumpdır, Putindir, o ki, bu ki, biz indi şərh edirik də, mənim də fikrimi deyirəm mən. Məncə, dünya idarə edən həmişə eyni güclər olur. Balaca ölkələrin də üstündə həmən o böyük prezidentlərə tabi olan prezidentlər, adamlar olur. Onlar da heç vaxt onlara pozitiv çıxab, heç nə eləyə bilməzlər. Mənim fikrim belədir. Ona görə gözəl dostlarımız, bugün dünyada baş verən ölümlər, öldürən şeylər biz vaxtı ilə şərh etmişik. İllərdir mən bunu deyirəm. Bugün bunu demək nə mənası var ki, Allah bu dünyanı daha çox insan öldürəcək, bütün dünyanı qarışdıran büyük savaşlardan qorusun. Savaşları yaradır, sonra azaldır, göz halına salır. Mən bunu həmişə dedim. Sonra daha da böyüdür. Trump 24 saat Rusiya savaşı bitirəcək dediyi zamanında, xatırlayırsınızsa, dedim ki, bu daha büyük savaş, alovlar gətirən adamdır. Yalan danışır. Çünki o boyda prezidentin yalan danışmasının səbəbi var. Çünki onu ora gətirib götürən, qoyan kəslər ona bir aktyor rolunu oynamasını deyirlər. Çünki dünyada insanlar, siyasət, büyük prezidentlərin ağzından çıxan sözlərin üzərində qurulur. Amma şərhçilər efirlərə özlərinə sərf edən adamları çıxardır. Bizim kimi insanları çıxartmaz. Çünki biz baş verəcək doğru hadisələrə doğru şəkildə deyirik. Hal-hazırda baş verən hadisələri şərhçilər dilində şərh eləyir. Nəyi şərh eləyir? Baş verən hadisə necə başladığını, hansısa prezidentlər nə dediyini, eyni şeyləri onun görünməyən pərdə arxasını danışmağın əvəzinə nə üçün, kimlər, nə məqsədə bunlara çıxardır, şərhçi bunu şərh etməyin əvəzinə. Prezidentlərin dediyi, məsəl üçün, filan neftə görə, filan əraziyə görə, filan, nüklər savaşını bitir dediyi eləməli. Onlar o prezidentlər özləri də dediyir də, sən onların dediyini deməli deyilsən, ay şərhçi, ay politolog. Sən görmədiyi tərəfi bizə göstərməlisən ki, bunlar bu neft sazişin adıyla, orada İrana deyirlər ki, nüklər savaşı, nüklər yaratmadan, hansı ki, nüklər hazırlıqlı getmir, onu bitirin, saxlayın. Onun üçün güya İrandan düz gəlmədi. Orada Ukraynaya güya deyirlər ki, sən NATO'ya qoşulursan, ona görə mən sənə saldırmışam. Hərəyə bir bahanə uyduraraq məqsəd şəhərləri, insanları azaltmaqdır demişəm. Bunu eyni şeyləri təkrarən siz məndən soruşun. Allah indi bundan sonra biz hər dəfə də deyirik, Allah qorusun, qorusun, qorusun. Bu Allah qorusun sözləri bizim başqa nə əlacımız var ki? Yəni ki, özümüzdən də yaxın bizim içimizdə olan Allah bizə kömək eləmirsə, kim kömək eləyər bizə? Deyirsiniz ki, savaş yaradan qüvvələr, şeytan qüvvələr. Yaxşı, biz özümüz şeytan deyilik. Hayır, bir insan Allaha yalvarırıq. Niyə Allah bizi qorumur? Cihad eləməklə düzələcəkmi? Ya bu cihadda o kadar adamlar cihadlar Suriye'de orada burada elədi. Rəhmətə getdi. Onlar indi cənnətdədir. O kadar o cihad eləyən Suriye'de orada burada ölən qardaşlarımızın, bacılarımızın indi ailələri hansı durumda, necə vəziyyətdə olduğunuzu baxın. Çox başında gedən hər bir qurumun, ceyranın başında gedənlər gözəl bilirlər onlar nəyə qulluq elədiyini. Alt təbəqələr bilmir. Bu dövlətlərdə də belədir, bu bizneslərdə də belədir, bu dinlərdə də belədir. Mənim fikirlərimdir bu şəxsi. Ona görə də yazıq o insanların ki, alt təbəqədə heç nə bilməyən, onun bunun sözünə, o yazdığı 5-10 kəlmə kitabına inanaraq öz ölümünü ayaqları ilə ölümə gedən. Bu dünyada gedən proseslər doğru anlamaq lazımdır. Xamneyninin öldürübmü, o boyda adam bilmirdilər ki, bunu bu vəziyyətə gətirər. Yoxsa Xamneyni ölüm adıyla hər hansı bir masonların
Cənnət adasındadırmı bu dəvə? Xamneiniyə güya xalq lazımdır. Xamneini yaşadığını yaşadı. Xamneini dünyanı ora, Xamneini Fransadan gətirib ora qoyulan vaxtı ilə həmən o güclərin bütün dedikləri bugünə qədər həyata keçirtdi. Xamneini bugün öz ölümü adıyla cihad elan eləməsi üçün təbii haldır ki, büyük bir arxasında onların dini kütlə olan adam bu oyun oynamalıydı. Mən elə baxıram. Mən inanmıram ölümünə. Ama təbii ki, bastıracaq da, yas da tutacaq, nə bilim, oxşar ora vurdu, pat şəkillər, hər şey edəcək. Amma gerçək hələ bəlli deyil. Mən inanmıram bu dünyada bu kadar büyük futbol oyunları satan, dünyanın en belə sivil qanunlardan danışan Avropada yerləşən oyunlar bet kimi yerdə, İngiltərədə yaradılan, nə bilim, bet, bu futbolları satıb qumara döndürən bir dünya, biz bunu gözəl bilirik. Dünyada gedən insan azaltmağı prosesi də hansı şəkildə insanlara inandıraraq öz ayaqları ilə ölümə aparmadığına inanmıram.